Metala toxunmadan onu qızdırmaq mümkündürmü? Bəli, mümkündür. Bu, elektromaqnit induksiyasının sehridir. Proses belə baş verir. Elektrik cərəyanı sarğacdan keçdikdə o maqnit sahəsi yaradır. Amma əgər maqnit həmin sarğacın yaxınında hərəkət etsə, yəni sarğacın içərisindən keçən maqnit sahəsi dəyişsə, maraqlı bir hadisə baş verir. Dəyişən maqnit sahəsi telin içində elektrik cərəyanını yaradır. Bu, elektromaqnit induksiya hadisəsi adlanır. İndi isə onun ən maraqlı tətbiqlərindən birinə, induksiya qızdırıcısına baxaq. Böyük ehtimalla mətbəxlərdə bunu görmüsünüz. İnduksiya ocağının səthinə toxunun, heç nə baş vermir. O soyuqdur. Bu ona görədir ki, səthin altında olan sarğı sürətlə dəyişən maqnit sahəsi yaradır. Bu sahə isə metal tavada xırda burulğan cərəyanları yaradır və nəticədə cərəyanlar müqavimətlə qarşılaşır və istiliyə çevrilir. Tava dərhal qızmağa başlayır.